Qarabağ və artıq Düzəlaş klubun futbolçuları yavaş-yavaş topu Bəhram adına Respublika stadionunun qazanmaya basırlar. Çox istərdik ki, bugün stadionu dolu görək, amma hazırda baxdıqda da belə qənaətə gəlmək olar ki, təxminən 10.000 hardasa azarkeş olacaq. Hərçənd ki, verilən məlumata görə 15.000 bilet satılıb. Ümid edək ki, bir qədər sonra artıq stadionda azarkeşlərin sayı çoxalacaq. Düzdür. Ola bilər bunlara qədər. Bəli, 21-ində oldu. 21-0 oldu və maç başladı. Qara bir iki hücuma başlayır və topu sol cana ötürdü. Ansiagoli Albaniya milli komandasının heyətindən Avropa çempionatına qayıtdı və özə topla. Dani koridor var qarşısında. Dani sol ayağında yenidən. Dani. Zərbə vurmaq lazım qapıya, amma top qapının üstündən keçir. Muharrem Dani sanki yaxşı apardı Almeyda orada. Müdafiəçi gördük. Blok qoydu qarşısına ki, top düz. Muharremin qarşısında olsun. Düşüncə yaxşı, uzaq güncə fırladılmış top 9-luğa, amma texniki cəhətdə bunu istənilən səviyyədə, istədiyi səviyyədə yəqin ki, eləyə bilmədi. Amma hər halda ilk təhlükəni yaratdı Qarabağ. David Hüseynov. Yaxşı ötürmə edir. Richard Almeyda topu qəbul etdi və sol cana yaxşı ötürmə verir. Hücum davam edəcək. Qapı qarşısına yerli ötürmə və Richard Almeyda penalti. 11 metrlik cərimə zərbəsi hakim tərəddüd etmədən 11 metrlik nöqtəni göstərir. Sürəti artdırdı Qarabağ. Bir toxunuşla, bir hərəkətlə kəsdi müdafiəni. Özü penaltini yerinə yetirəcək. Sonuncu dəfə penaltini yaralanmadığını xatırlamıram, amma yenə də hər ehtimala qarşı bu sözü bir də təkrarlamayayım. Açıq aydın, burada qayda pozuntusu var idi. Almeyda topun arkasındadır. Richard Almeyda və top qapıda. Biraz çətinliklə amma hesab açılır. Qarabağ öndədir 1-0. Richard Almeyda qolun müəllifi. 1-0 üstün daxil olur. Qurban Qurbanovun ümumi planları, gözləntiləri doğruldu, təkrarına baxaq. Əslində qapıcı müəyyənləşdirmiş. Bəli, və toxunmuşdu da sonda. Bir qədər bərk alınır zərbə, ona görə görünür qapıcı topu dəf edə bilmir, baxırıq. Çıxarda bilmədi, gücü çatmadı. 1-0. Gec geriyə qayıtdı. Dominik Stolz geriyə doğru ötürmə. Kelvin Balvet. Şeyh yerində. Şeyh də topu hiss elədi. Temsilçinin Düzəlanjın 3-dən artıq dəqiq ötürmə verdiyi anı görən olmayıb. Çox, bax, bu da müdafiəçinin arxasında Elnur'un istədiyi kimi bir top. Oyundan kənar vəziyyət yarandı. Ötürmə anında demək olar ki, Əli oyundan kənar vəziyyətdədir. O da ki, sahib. Gəlib çıxmışdı Azərbaycan. Almeydadan bir diagonal, Maksim Medvedev cərimə meydançasında bir toxunuşa cəriməsinin mərkəzinə. Oradakı vuracaq. Top dirəkdir, Mədətov. Bir qədər əvvəlki epizod. Məhz həmin Mahir Mədətovun sağ ayağı ilə topu saxladı, sol ayağı ilə qapıya zərbə endirdi. Görünür, o qədər də əlverişli deyil bunun üçün. Sağla vurmaq. Medvedev sağ cantda, yenə də startda dayanıb top gözləyir, ancaq topdan istiqamətdən ötürülür. Çatacaq Dani bu topa, çatdı. Ayağı da qalxa bildi, cərimə meydançasına daxil Dani keçdi müdafiəçinə. Geri ötürmə, Richard Almeyda! Richard Almeyda! 2-0! Bax, budur ustalıq səviyyəsi, bax, budur sürət, budur bacarıq. Bir kəsinmə, bir ötürmə, Dani'nin o topa çatması biraz çətin görünən, amma topu çatması, rəqibləri aparması və düz zərbə mövqəsi. Qarabağ tam komanda oyun oynayır. Dani'nin bu qollarda zəhməti, ikinci qoldakı zəhməti əlbəttə danılmazdır. Çox böyük əziyyət çəkdi bu qolda. Yəni o topa çatmaq, topu meydanda saxlamaq, daha sonra o cür ötürmə verməyə baxırıq. Bax, bu an qol gəldi. Bu onu göstərir ki, axıra qədər getməlisən topun dalayısan. O, necə də yaxşı buraxdı Muharrem. Daha yaxşı mövqeyə açılan Almeyda. Bu nöqtələrdən penalti demək olar bu. Oyundan penalti 2-0. Dikaba. İndi Lüksemburqlar dişlərini göstərməyə çalışırlar. Qaraqarayev. Top gəlməyib ona bıraxdı. Digər səbəbdən də ki, birinci sədə o qədər gözə dəymir. Quintana. İndi Mədətov istiqamətlə ötürmə. Topu saxlaya bilsəydi və yaxud bir toxunuşa toxunub uzaq gücə göndərə bilsəydi gözəl olanlardı, amma Daniyadama diqqət. Yuxarıdan Şeyç götürməli. Götürdü rahatca. İndi bir qədər tez, amma heç kim yox. Sadəcə tələsmədi. Nakaçı ötürməni tapdı Pokar. Müdafiəçilərin arxasında Damota sürətlidir, Şeyç də sürətlidir. Şeyç çıxacaq və ilə gedəcəsin hərəkət etdi. Gövdəsi ilə rəqibin qarşısını kəsdi və Qulevlə birgə orada 3 nəfər brigada silmə hərəkətləri ilə. Onların hər birini meydançıda görə bilər. Ola bilər Ronaldonun şey alındı. Michel, Mahir Mədətov oradan ayrılmalı çalışır. Solcada əla tapdı. Muharrem yenidən Richard Almeydanın zərbə mövqeyinə çıxarması. Ronaldonun sürəti hesabına müdafiəçiləri geridə qoyması. Çünki bilirik ki, bunu Ronaldo yaxşı bacarır. Qapı qarşısına ötürmələri isə bizim qapı olmaq lazım. Qapı qarşısında təhlükə var idi və hakimin qərarı.
Tevfik Marcanın sarı vərəqəsi var. Bilmirəm. Cəsarət yetirə bilər. Bu qəsdən olan hərəkət deyil. Çox təhlükəli idi, amma topa zərbə endirmək istəyirdi. Yəni burada sadəcə Bədavi başı ilə getmişdi. Mövqelərdən zərbə vurur. Reynaldo birbaşa qapıya zərbə, amma top qapının üstü mərkəzi. Onu ötürməsi Muharrəm. İrəlidə Reynaldo var. Muharrəm Sağcana da ötürmə verə bilər. Sağcanla oynadı. Qarşısına ötürmə, amma həmin mövqedə İlk gol olardı bu əgər 9-luğa düşsəydi. Sonra yandan silkələdi. Sadəcə oradan diqqət yetirək biraz. Ya da bəlkə də elə göründü. Oxşayırdı. Çünki top elə trayektoriya ilə gəldi ki, sanki düz elə Akoliyə ötürüb topu. Almeyda yüksəlir. Dayə mübarizəni udur, amma top Akolidə qaldı. Reynaldo müdafiəçinin arxasında həmin o gözlədidir. Rosenborgu keçmişdi. Davamı bu zərbədən sonra da Mota sıçrayışla kül zərbəsi. Təhlükəlidir. Çıxacaq futbolçu funksiyasını yerinə yetirəcək zərbə zamanı. Damota topun arxasındaydı. Onun qapıya zərbəsi və Şeyç düzgün mövqe seçmişdi. Canlı bağlantımız olacaq, amma bütün bu maraqlı məqamlar maçdan sonra bizim sport ekranlarında olacaq. Həm oyundan əvvəl, həm oyunun geçində, həm də oyunun sonunda bu həyəcanı bizimlə yaşamağa davam edin. Bu da oyunun sonu. Görüş yekunlaşır. İkinci hissədə demək olar ki, Qarabağ heç nə etmədi, amma 2-0 hesablı qələbəni qoruyub saxladı.